Onu verdiğimiz haberler. 4B Mənzil 200. Binada həddindən artıq çoxlu problemlər var. Bu problem Soyadınızı deyil zəhmət olmasa. mən Simzadə İlqar Akifoğlu, iqtisad üzrə fəlsəfə doktoru. Çox gözəl, buyurun. Deməli, bu problemlər azalmır ki, çoxalır. İlk növbədə bizim suyumuzun vəziyyəti çox bərbad vəziyyətdədir. Biz sakinlər bir 4-5 gün bundan qabaq əlaqə saxladıq Azərsu ilə. Azərsudan şəxsən mənim özümə bildirdilər ki, məndə səs yazısı da durur, istəsəniz göndərərəm. Mənə bildirdilər ki, əslində bu su anbarlarının yuyulması ilə xüsusi şirkətlər var, onlar məşğul olmalıdır. Və onlar dedilər ki, artıq bir 4 il olar ki, Şərur MTK bu xüsusi şirkətlərlə işbirliyi yoxdur da, ancaq özləri öz bildikləri kimi yuyur. Ona görə də yəni burada çox adam təsdiqləyə bilər ki, sularımız bərbad vəziyyətdə gəlir. Bir paltar yuyanda mən paltar yuyan maşını irəli çəkirəm. Paltar yuyulub qutarana qədər bir 4 dəfə, 5 dəfə mən o filtri açıb təmizləyirəm. Sonra böyük problemlərdən biri bu pilləkənlərin üstündə qranit qoydular. Bir ay bundan qabaq qar yağanda vəziyyət çox pis idi. Yəni o pilləkəni çıxmaqdan ötəri hamı belə deyək də kardabalet olunurdu burada. Ona görə ona baxmalıdırlar. Sonra bax misal üçün bizdə televiziya problemi var. Monopoliya olduğu üçün heç kimi buraxmırlar bura. Bir dənə yoxsa 2 dənə televiziya provayderi var. Onların da belə deyək ki, yayımları çox bərbad gündədir. Mən özüm futbol həvəskarıyam. Elə tərslikdən də derbi olan günlər kəsilir. Slayd kimi qrupda da bizdə yazırlar. Slayd kimi verilir. Başqa provayderlər, başqa şirkətləri buraxmırlar. Hansı şirkətlərdir ki? Baxın, orada bizim bir qonşu var. Başqa bir internet provayderdə işləyir. O qonşu bayaq buradaydı. Deyir ki, sən o Əlavə vəsait tələb edir. Hə, Citynet-də işləyir o qonşu. Deyir ki, bizim şirkət dəfələrlə cəhd edib bura imkan vermirlər. Deyirlər. Bu imkan verilməməklə bu qaydaları sizə qoyan kimdir ki, dəqiq olaraq? Valla indi mən yalandan deyim, o kimlənsə danışıb, mən onun yanında olmamışam axı. Kim icazə vermir də? Yəni, başqa bir şey yox. MTK rəhbəri bu binanı təhvil verəndən sonra yenə də nəzarətində saxlayır. Problem odur. MTK bu problemləri deyəndə MTK əsaslandırır ki, mən buradan kommunal haqlarını yığa bilmirəm. Yəni, yığa bilmirsiniz, onu da xahiş edirəm, çıxın gedin, başqa bir şirkət gəlsin, biz də bilək kimdən nə tələb edirik. Ümumiyyətlə, hansı MTK-dan söhbət gedir və rəhbəri kimdir? Şərur İsfəndiyar mı? Bəli. Məsələ ilə bağlı hara müraciət eləmisiniz? Məsələ ilə bağlı dəfələrlə qonşularla bir yerdə olmuşuq MTK-nın baş 7-8 ofisində. instansiyaya müraciət olunub. Prezident administrasiyasına olunub. Nə bilim, qonşular Yaxınlaşın zəhmət olmaz. nədən danışır? Siz prezident administrasiyasına müraciət etmişsiniz. Ceyhun Şabanov, hüquqşünas. Deməli, biz dəfələrlə qonşularla birlikdə ərizələr tərtib olunub, 7-8 instansiyaya müraciət olunub. Yəni, Prezident administrasiyasından belə, Fövqəladə Hallar Nazirliyindən belə bizim müraciətlərimiz olub. Azərsuya da müraciət etmişsiniz. Bəli, Azərsuya da müraciət eləmişik. Yəni, neçə illər idi ki, su axırdı 1-ci, 2-ci korpusun altına, blokların altına. Yəni, onlar bizim müraciətimizdən sonra, əsaslı müraciətimizdən sonra gəlib o suyu dayandırdılar. Orada su da axmadı. Ancaq bu fövqəladə hal olanda yağış, yəni hətta normadan artıq da yağanda belə binanın altına qaraja dolur. Yəni qarajda əlavə nasoslar yoxdur ki, onu suyu vurub çıxarsın. Dəfələrlə olub ki, maşınlar yarıya qədər suyun içində olub. Yəni içməli suyumuz çox bərbad haldadır. Nəmişlik də var hala. Qarajda nəmişlik də var, iyi var, qoxu var. Yəni ki, antisanitar vəziyyətdir. Yəni stovlar tüğyan eləyir orada. Avtomobillərə ziyan dəyir. Yəni kabellərini, avtomobillərini gəmirirlər. Əsas da problemimiz bizim su problemidir. Mənzillərdə olan məişət avadanlıqları hamı sıradan çıxır. Yəni krantı açanda belə torpaq, qum, palçıq axır. Yəni gözlə görüləsədir. Biz Azərsu Tədqiqat Birliyinə bildirmişik və oradan da gəlib nümunə götürüblər dəfələrlə.
deyiblər ki, təmizdir su. Ancaq faktiki olaraq biz onlara video görüntü belə yanlarında Fakt belə olaraq fakt göstərmisiniz. göstərmişik. Bu axırıncı dəfə də göstərəndə özləri dəhşətə gəldi ki, yəni bu cürlə su gəlir. Bizdən deyil, siz MTK-dan tələb eləyin, su hövzələrini yusunlar ki, sizə təmiz su verilsin. Yəni bu qədər də uşaqların oynamağa yerləri yoxdur, şəraitləri yoxdur. Yəni bu problemdir də, ciddi Mən bir problem. sual verim sizə. Bax burada bircə dəqiqədə icazə verin. Bir çıxış eləyərsiniz hamınız. Bax belə bir sual verim. Azər işıq borcunuz nə qədərdir və siz birbaşa ASC-nin özünə mi ödəyirsiniz? Azər İşıq İdarəsinin özünə mi ödəyirsiniz yoxsa Demək müqavilələr əsasında, Elə lap Azər yəni İşıq Azərqazda, Azərsudur, bunlarla müqaviləmiz olduğuna görə birbaşa onların özünə ödəyirik. Yəni Azərsuya, dövlətə ödənilir. Qalan kommunal xidmətlər də bura ödənilir. MTK. Azərqaz, qazı? Yox, Azərqazdır, Azərsudur, sudur, qazdır. Yəni bu işi göstərdiyim, fikrimi səsləndirdiyim qurumlara pulu birbaşa emanat vasitəsilə ödəyiş edir. Bir sual verim sizə. Öncədən bildirilmişdi ki, bizə verilən məlumat əsasında burada mərasim zalı adı altında nə tikilib burada belə? İbrahimova Aygün Məmməd qızı. 2 il əvvəl bu ortadakı yer tikildi, uşaqlar oyun yeri idi. Tikildi, insanlar elə bil şeyin yoxlamaq üçün neçə il remontsuz qaldı o yer. Remontsuz qalandan sonra belə yarısını təndirxanaya, yarısını da meyvə tərəvəzə kirayə verildi. Yəni uşaqlar oyun yeri yoxdur. Yəni mən öz uşaqlarım üçün bir ana olaraq danışıram. Bax bu dəmir şeyləri qoyublar uşaqlar. Star yolunu. Uşaqlar üçün yəni şeylidir də, apasındır, yıxılsadır. Təhlükə var. Bəli, xoşunuz gəlir budur, xoşunuz deyil, mindirmir uşaqlar deyildi bizə. Liftlərimiz bərbad haldadır, natəmizlik. Çünki bir xadimə 5 dənə bloku yığışdırır. Komendant yoxdur hətta burada belə Niyə nəzarətçi. yoxdur? Var, komendant da var, aylıq pulumuzu ödürük, pulumuzu ödəməsə. İşləməyi necədir? Liftlərimiz də çox bərbad vəziyyətdədir, işləmir, durur. Sonra ev aylığı ödəmədik, lift kartlarımız dayandırılır. Amma liftlər çox natəmiz, bərbad haldadır. 12 lift işləməyib, içəridə insan qalır. O qədər qalıb ki, o qədər insanlar qalıb. Kimə deyirsiniz? Liftlərin generatoru yox. Hə, işıqlarımız sönür. Məsələn, işıqlar söndü devlətdən. Liftlər işləmir. Yəni generatorlar yoxdur bu boyda binanın. Hə, sıfıra bərabərdir. Yəni bir şey olsa can güvənliyimiz yoxdur binadan. Bu bir. Bu qışda da bizim evimizə yağış gəldi. Mən 8-ci blokda oluram. Dəfələrlə gəldim, komendata şikayət elədim, baş komendata zəng vurdum. Bu şaxtalar satandan sonra bu problem bizdə yarandı. Elə bir yuxarıda mansarlar satılandan sonra bizi evimizə yağış gəlməyə başladı. Mən də deyəndə mənə deyir ki, sən yaxşı durumdasan, səndən bətərləri var. Amma gəlib pulu alırlar. Mənim oturma otağım nə gündədir pəncərədən elə bir şəlalə yağırdı evimə. Bütün aboyum, parketim, hamısı rezil gündə. Gəldim, dedim rəfi, 3 ay mən komendant pulunu ödəmədim acığa durub. Liftimi dayandırdılar kartımı, gəldim mecbur ödədim. Bax belə yəni. Bu da baba bu sökülsün məsəl üçün. Bu binaların hamısı şəhər MTK-dır. Bəli, şəhər MTK-dır. Bir-birinə bitişik binalardır. Hamısı birləşik şəhərundur. Fövqəladə Hallar Nazirliyi ona icazə Bu verir. mən deyə bilmərəm. Yəni hər halda verib ki, eləyiblər də, verməsə eləməzlər ki. Bu sizin əvvəlki şikayətinizdə də liftdə qırılma halının baş verəcəyini və Yəni liftdə həm problemlər var, 2 dəqiqədən bir dayanır. Bax sonra həm şeydən şikayət edəcəm. Yəni binalar məsəlcə alınıb, çox evlər var. Kirayə verilib, kimə verilib, nə tə verilib, nə tə insanlar yəni Verdiyi sualın cavabı bilsiniz necədir? Bəli, bu yaxın mən liftdən istifadə eləmirəm. Yaşayışın 1-ci mərtəbəsidir və mənim də bu MTK-ya bir qəpik belə borcum yoxdur. Misal üçün deyirəm. Yəni kimsə pul ödəmirsə, mənim bu MTK-ya 1 manat belə bir qəpik borcum yoxdur. Ödəməyənlər haqqında tədbir görün, mən əziyyət çəkməyim. Yəni kimlərə figürü mən əziyyət çəkirəm? Əlbəttə, mən pul ödəyirəm, mən əziyyət çəkirəm. müqavilələrində bunların uşaqları harda oynamalıdır? Bu dam başında oynayasıdır, yerdə oynamalıdır. Yeri beləncə zəbt edirsə, bu da biznes kurursa üçün. Uşaq harda oynamalıdır? Maşının altında gəlib oynamalıdır. Bu yoldur. Bu qədər boşluğu yaşlılaşdırmaq uşaqlar rəsmi şəkildə müraciət olunur. Buyurun, özünüzü təqdim edin. Cavid Əhmədov, mən 10 ildir bu binada yaşayıram, binanın sakiniyəm, şəhər MTK.
Bu yaxınlarda məktub yazıb qoymuşdular daskalara bizdəki. Liftlər, trosları deyir, istismar müddətini bitirib. Yəni bizim də imkan eləyib onları dəyişə bilmirik. Yəni bəzi bina mənzillər var ki, onlar ödəniş eləmir. Ona görə də biz hamısı ödəsin, biz ondan sonra dəyişək. Nə qədər ödəniş tələb olunur sakinlərdən? Ödənişlər, kommunallar fərqli-fərqlidir. Hər evə görə. Adam var 20 manat, 30 manat, 50 manat, kimin kvadratı böyüdürsə artıq ödəyir. Yəni ki, bu liftlər bu hal-hazırda hamımız qorxuyuq. Yəni ki, Kommunal deyəndə adətən evinizin içərisini gəlib təmizləyir. Sizdən evin kvadratına görə kommunal gəlir. yox, heç bir şey yox. Sadəcə olaraq Kvadratına görə ölçülürsə, bəli, misal üçün sən mənim evimi içi təmizləyirsən də ki, gəlib burada mənim kvadratıma görə pul alırsan. Bəs xidməti müqavilə ilə bağlı nə deyə bilərsiniz? kvadrata görə bizdən alınır hamımızdan. Düzdür, hər mənzil özünə görə. O ödənişə aiddir. Həyətin təmizliyi, güvənliyidir, kameralardır, liftlərdir, blokların işıqlandırmasıdır. Sizə nəsə bir qəbz falan verilir? Yox, qəbz verilmir, elə belə sadə bir Bəs kağız. xidmət necə göstərilir? Xidmət deyəndə ki, elə liftə yazılan məktubdan bilinir də xidmət necə göstərilir ki, biz liftin trosu, o lift sabah qırılsa bir 10 nəfər onun içində 20-ci mərtəbədən düşsə aşağı necə olacaq? Lift işləməyəndə təcili yardım necə gəlir? Təcili yardım lift işləməyəndə bir yana. Bizə kartdan eləyiblər bu sistemi. Evə misal üçün qonaq gəlir birinin evinə, bir 9 nəfər qonağın gəlsə, sən 9 dəfə 18-ci, 17-ci mərtəbədən düşməlisən aşağı. Onu qarşılamalısan, qaldırmalısan yuxarı. Gecə saat 3-dür. Yox, heç hamı buradan narazıydı ona görə. Misal üçün sabahların gecə saat 3-də kiminsə evinə təcili yardım gəlib, evdə təkli bir xəstəsi də var. O məcburdur xəstəni qoysun, gəlsin, düşsün aşağı, kiminsə qarşılasın, qaldırsın yuxarı. Yəni hər şey belə bir usta bir sulla eləyiblər ki, kimsə ödəniş eləməsə onun kartını bağlayacaqlar, nə edəcəklər? Vallahi bilmirəm. O yəni binanın güvənliyi varsa, qapının necə deyirlər, açarı varsa, liftdə də açar qoymağın nə adı var, onu başa düşmürəm. Buyur. Bu bina yaşayış sahəsinə təhvil veriləndən sonra siz ümumiyyətlə şəhər və MTK-dan tələb etmisiniz ki, binanı tərk etsin. Bu sizin mənzil hüququnuzdur. 109.5-ci maddədə göstərir ki, MTK binanın sakinlərə 50% təhvil verdikdən sonra binanı sakinlərə təhvil verməlidir. Və bununla bağlı sizin tələbiniz olub mu? Müraciət olunub qonşular tərəfindən, bəli, deyiblər ki, yəni borcu var sakinlərin, ona görə də biz eləyə bilmirik. Nə bilim, isə belə bir qaranlıq məsələdir, yəni. Sonra o məsələ plaşatkadır, oradakı dəmir kaçellərə baxın. O keçən 2 il bundan qabaq bizdə uşağın sənəsinə dəydi, ağzını partlatdı. Birdən başına dəyəndə başını partladı. Mühafizə yox vəziyyətindədir. Yəni demək olar ki, yox vəziyyətindədir. Yəni burada zarafat deyil, burada bəlkə də bir 1300-1400 sakin. Burada hadisə olanda nəsə bir şey komendanta yaxınlaşmırsınız, mühafizəyə yaxınlaşmır. Nə deyil? Axşamlar olurlar Axşam kimsə vaxtı burada. heç nədən bir-iki nəfər axıran kim varsa onlar da gah onu bacarar, bacarmaz. Yəni belə də, yəni xidmət demək olar ki, sıfıra bərabər olan bir şey. Səhərə qədər gözləməlisən ki, səhər komendantdan, işçilərdən kimsə gəlsin, liftdən sizi çıxartsınlar, yəni başqa yol. Yəni acınacaqlı bir vəziyyətdəsiniz də. Bu cür Şəxsən gözəl mənim evlər, özüm bir binaların dəfə içində acınacaqlı. lift qırıldı, liftin içində qaldım, trosu qırıldı. Qonşularla bir səs-küylə, mən tək deyildim, yanımda bir xanım da var idi, özümdən getdi. Qonşular sağ olsun gəldi, çıxartdı. Bir ay lift işləmədi, səbəb də tros gələcək. Bunu vaxtında məncə yoxlanılmalıdır ki, bu tros qırılmasın da. 13-cü mərtəbədə tros qırıldı, bir 2-3 mərtəbə. Texniki xidmət yoxdur da. Yoxdur. Qırılanda ancaq. Qırılandan sonra gəlinir. İstəyəndə də ki, bəs düzəldin, baxın, deyir ki, siz kommunalı verməkdən tək iş aşmır da, yəni gərək hamı versin. Tələb eləyin qonşulardan, qonşular da versin. O bizim işimiz deyil axı. Biz qonşular, bizim deyək ki, blokda 60 nəfər yaşayır, onun 30-u verir, 30-u müəyyən səbəblərə görə vermir. Ona görə də biz əziyyət çəkirik. Bu da aradan qalxmır. Ceyhun müəllim Bu ərazinin dəndərsi necə adlanır ərazi? Yeni Əsəd Əhmədov 24B adlanır. Neçə bina var burada? 10 blokdan ibarət. 1241 binadır da, səhv eləmirəmsə. Yox, 1241 mənzil. 1241 mənzil, bəli. Neçə səfər burada yəni ofisə də gedilibdir ki, binanı sakinlərə təhvil verin. Vallahi bilmirəm niyə vermirlər. Hər səfər bir bəhanələr. Ceyhun müəllim daha yaxşı bilir ki, niyə vermirlər təhvil. Müəllim, siz ətraflı danışın.
Yəni sakinlərin bildirdiyi kimi, xanım, mənzillər bina tikilib qutarandan sonra, bir neçə aydan sonra sakinlərə verilməlidir də, bina idarə etmə mərkəzi. Bəli. Elə ki, ondan da bir xəbər yoxdur. Hamı kupçalarını alıb, çıxarışlarını alıblar sakinlər demək olar ki, bina idarə etmə mərkəzi sadəcə olaraq hələ formalaşmıyor. Maraqlıdır, çıxarış alınıb, amma binanı təhvil verməyib sakinlərə. Ona görə Ədliyyə Nazirliyinə müraciət olunmalıdır. Bina sakinlərində imzası toplanmalıdır. 51% təşkil olunmalıdır ki, o təqdirdə bina idarə etmə mərkəzinə keçsin. Yəni sakinlərin də narahatçılığı bundan ibarətdir ki, çox problemlər var. Problemlər deyilir vaxtında həll olunmur, uzun-uzadı vaxtlar keçir. Yəni kommunalın da ödənməməsində səbəbləri sakindir. Evindən çıxır, ayağının altı, asfaltın örtüyü yoxdur, su içindədir. Yəni çəkilişi də eləyib görə bilərsiniz. Hirslənirlər, əsəb keçirdirlər, ona görə bir ayını vermir, 2 ayını vermir. İndi bəzilərimizdə məsələn 50 manat, 60 manat hirslənir, adam saxlayır ki, onu düzəltsinlər, sonra verir. Həmin problem oradan qalxsandan sonra o dərhal kommunal verilir. Ucqar kənd şəraitində. Bəli. Özünüzü təqdim edib xahiş Məmmədov Çingiz. Mən bu problemi deyim, bu toklar nədir belə? Bu problemdə bu toklar şıq çəkirlər, şığların hamısı o toklardan qidalanır və qaz trubasının üstündən gedirlər. Səliqəsiz şəkildə təhlükəli şəkildə. Bəli, təhlükədir, o təhlükədir. O elə olmamalıdır. Bu da evlərə gedib çatır. Nəsə olsa kimisə vurub öldürəcək. O düzgündür. Uşaqların əl çatan yerdir də. Bəli, uşaqların əl çatan yerdir. Uşaqlar qalxırlar, əl vururlar. Onu mütləq nəsə ləğv edib düzəltmələr. Burada Axrananın yaşayış yeri. Amma Axranadan əsər əlamət yoxdur. Axranada bax gördüyünüz xanım bu şeylər, işarətlər var. Bunlar hamısı sakinlər tərəfindən, yəni biz tərəfdən öz büdcəmizdən, sağ olsun qonşular tərəfdən təşkilatçılıq eləmişik. Bunları gördüyünüz uşaqlara görə eləmişik. Bura bir bərbad halda idi ki, maşın əlindən yeri yox. Bir bax görün, baxın, maşallah. Uşaqlar kələskanla gəzirlər, yürüyüş eləyirlər burada. Birisini sürürlər uşaqlar. Yəni bunları biz öz sakinlər öz büdcəmizdən eləmişik bunlar hamısını. Şirkət olaraq da deyirsən ki, pul yoxdur. Pul yoxdur. Bunların problemləri nə deyirsən pul yoxdur. Pul da yığılır. 1 manat bura pul qoyulmur. Bir dənə gəlin kaçerlərə baxın. Zəhmət olsa yaxınlaşın göstərin. Gedin gəlin kaçerlərimizə baxın. İcazə verin, zəhmət olsa. Hansı əsrdə yaşayır? 21-ci əsrdə. Gördüyünüz kimi əzləyicilər, bu gördüyünüz bu obyekt sakinləri aldadaraq mərasim zalı adı altında bu cür şəkildə biznes qurulub.